Xəzərdə su səviyyəsinin azalması ilə bağlı narahat edici tendensiya davam edir. Rusiyalı tədqiqatçıların araşdırmasına görə 1993-2025-ci illərdə Xəzər dənizinin səth sahəsi kiçilib, dənizin səviyyəsi ümumilikdə 3 metr enib. Qlobal infoza danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu proses Azərbaycan üçün həm ciddi ekoloji, həm də iqtisadi problemdir. Stat: dəniz səviyyəsinin azalması sahil xəttini dəyişdirir. Dayaz körfəzlər, bataqlıqlar və qamışlıqlar quruyur. Halbuki bu ərazilər balıqların kürü tökmə, quşların isə yuvalama məkanlarıdır. Nəticədə biomüxtəliflik azalır. Digər mühüm problem balıq ehtiyatlarının azalmasıdır. Bu prosesi tamamilə dayandırmaq alınmasa, təsirlərini azaltmaq mümkündür. Xəzərə tökülən çayların su axını azalır. Burada ilk növbədə Volqa çayını qeyd etmək lazımdır. Xəzərə daxil olan suyun təxminən 80% Volqanın payına düşür. Kür çayının da rolu az deyil. Hər iki çayda axının azalması Xəzərin qidalanmasına mənfi təsir göstərir. Bu problemlərin təsirlərini azaltmaq üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə Xəzəryanı 5 dövlət vahid elmi monitorinq sistemi yaratmalı və birgə fəaliyyət proqramı hazırlamalıdır. Kür, Volqa və digər çay hövzələrində sudan daha səmərəli istifadə edilməli, su itkiləri minimuma endirilməlidir. Bu, Xəzəri qidalandıran çayların imkanlarının daha səmərəli istifadə olunmasına kömək edə bilər. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.